Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb. Bu barədə Qafqaz İnfoya Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən verilən birgə məlumatda bildirilib. Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin uşaq xəstəxanasında 4 uşağın müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş virus, meningoensefalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Qarayev adına uşaq klinik xəstəxanasına təxliyə edilən bir nəfərə isə meningoensefalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir. Qeyd edək ki, aprelin 1-də Sumqayıtda Xəzri Bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənmişdi. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi 2 yaşlı Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb. Qida borusunda yemək qalan 64 yaşlı qadın dünyasını dəyişib. Hadisə aprelin 4-ü saat 20 radələrində Ələt qəsəbəsində qeydə alınıb. Belə ki, qida borusunda yemək qalan Aygün Lətif qızı Abbasova yaşadığı evdə vəfat edib. Faktla bağlı araşdırma aparılır. Aprelin 1-də Sumqayıt şəhərində 3-cü mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılan qız vəfat edib. 2010-cu il təvəllüdlü Fidan İsayevanın həyatını xilas etmək mümkün olmayıb. O, tibbi yardıma baxmayaraq aprelin 4-ü saat 07 radələrində xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisədən bir müddət əvvəl Fəxriyyənin anası vəfat edibmiş. O, orta məktəbin 10-cu sinifində təhsil alırdı.